seçimi edə bilərlər və bu proses necə baş verir və yaxud burada yenilənmələr mümkündürmü? Biz artıq belə deyək də, istər yerli təhsil idarəetmə orqanları ilə münasibətdə, ünsiyyətdə onlardan da rəyləri alaraq bu prosesin daha fərqli, daha optimal formada təşkili ilə bağlı müəyyən təkliflər hazırlayırıq, çalışırıq ki, bu daha optimal formada həyata keçirilsin. Nəticə etibarilə müəllimlərin yer dəyişməsi onların daha çox sosial rifahı ilə bağlı olan məsələdir və biz də buna bu formada yanaşdıq. Yəni o nöqteyi nəzərdən onlar üçün hansısa əlavə imtahan, hansısa əlavə qiymətləndirmə deyil, əvvəlki qiymətləndirmə nəticələrindən biri yalnız onlar üçün tələb olunur. Yerdəyişmə prosesi təqribən hər ilin tədris ilinin sonuna doğru həyata keçirilir. Müəllimlər Bakı, Sumqayıt və Abşeron istisna olmaqla digər bölgələr daxilində yerdəyişmə imkanına sahibdirlər. Təxminən hər il 1000-ə yaxın və ya bəzi hallarda 1000-dən çox müəllim bu formada iş yerini dəyişə bilir. Bir digər məqam ondan ibarətdir ki, nəticə etibarilə belə deyək, pedaqoji ixtisasa yiyələnmiş şəxslər və müsabiqə nəticəsində işə qəbul olunmuş şəxslər 8 müxtəlif vakansiyanı seçmə imkanına sahibdirlər. Yəni onları bu istiqamətdə məhdudlaşdıran hər hansısa bir addım yoxdur. Və bizim də istəyimiz ondan ibarətdir ki, bir müddət sonra hansısa yer dəyişmə müraciətindən daha çox müəllimlər məhz vakansiya seçimi zamanı daha uyğun olan vakansiyaları seçsinlər. Əgər o vakansiyalar onlar üçün hansısa bir müddətdən sonra çətinliklə müşahidə olunacaqsa, o nöqteyi nəzərdən digər hansısa bir namizədin də fürsətini, imkanını əldən almamaqları həm onlar üçün, həm bizim üçün daha faydalı olar. Yenə deyirəm, biz müəllimlərin işə qəbulu üzrə müsabiqə ilə də bağlı danışanda mən bildirmişdim. Bizim yeganə istəyimiz ondan ibarətdir ki, hər bir vakansiya üçün dövlət ümumi təhsil müəssisələrinə ən uyğun namizədin seçimini apara bilək. O nöqteyi nəzərdən bəzi hallarda biz namizədlər tərəfindən baxmayaraq ki, bir müddət öncə işə qəbul olunublar, amma bu işə qəbuldan imtina hallarına belə qarşı-qarşıya qalırıq. Bu isə bir imtina halı isə digər, belə deyək də, hansısa %1'lərlə, hansısa və ya bir neçə balla daha aşağı nəticə toplamış müəllimin ümumiyyətlə işə qəbul şansının azalması deməkdir. O nöqteyi nəzərdən bu da elə bir müraciət fürsəti olsun. Biz bir daha müəllimlərimizə və ya müəllim olmaq istəyən şəxslərə müraciətdə bildirək ki, onlar özləri üçün ən uyğun olan vakansiyanı seçsinlər, çalışa biləcəkləri, işləyə biləcəkləri, şərtləri onlar üçün uyğun olan vakansiyanı seçsinlər. Ötən il biz bir neçə yeni tətbiqə başlamışdıq. Yenə bu məqamda, yəni ən uyğun müəllimlərin seçilməsi istiqamətində, belə ki, bəzi fənlərin həftəlik dərs saatlarının miqdarı daha aşağıdır. Deyək ki, biz 5 saata, 6 saata, deyək ki, 8 saata və eyni zamanda bu başa düşüləndir ki, müəllimlərin əmək haqqısı onların tədris etdiyi dərs saatlarına uyğun olaraq hesablanır və bu daha az məvacib deməkdir. O nöqteyi nəzərdən biz bir neçə yaxın ərazidə yerləşən vakansiyaları kombinə olunmuş formada, birləşdirilmiş formada müsabiqəyə təqdim elədik ki, əgər biz bir müəllimi bir vakansiya üçün və az saat üçün işə qəbul edirdiksə, biz bir müəllimi müxtəlif yaxın ərazidə yerləşən 2 müxtəlif vakansiyaya işə qəbul edək və onlar daha çox dərs saatı tədris edə bilsinlər. Bu müəllim ixtisarına gedirmi? Bu ixtisar deyil, əksinə. Xeyr, burada məsələ ondan ibarət ki, biz əslində əvvəlki şərtlərdə 2 fərqli vakansiyanı elan edib 2 fərqli namizəd axtarışında idiksə, indi bir namizəd vasitəsilə daha dediyim kimi daha çox dərs saatına və daha yüksək əmək haqqına müəllim axtarışına gedirik və bu da öz uğurlu nəticələrini verir ki, bu namizədlər tərəfindən tələb olunan bir məqama, bir məsələyə çevrilir. Eyni zamanda biz yenə də o dediyim məsələləri nəzərə alaraq xüsusilə ucqar bölgələrdə yerləşən, yəni rayon mərkəzindən 5 kilometr və daha uzaqda yerləşən vakansiyalar üçün ilkin olaraq vakansiya seçimini həmin bölgədə yaşayan namizədlər üçün, faktiki olaraq həmin bölgədə yaşayan namizədlər üçün açıq elan etdik. Bunun da müəyyən qədər vakant yerlərin tutulmasındakı təsirini gördük.